Salam, hər vaxtınız xeyir olsun. Bugün biz DİM-in 20 sınaq test toplusundan sınaq üçün izahına baxacağıq. Deməli, baxaq birinci sualda. Nöqtələrin yerinə hansı söz əlavə olunsa, altına xətt çəkilmiş söz hökmən cəmdə olmalıdır. Deməli, aldığımız məlumat tapşırığın yerinə yetirilməsini asanlaşdırdı. Bizə demək istəyir ki, bu nöqtələrin yerinə biz hansı söz yazsaq, məlumat sözü olacaq, məlumatlar cəmdə olacaq. Biz bilirik ki, bir sıra ilə bir çoxdan sonra gələn isimlər hər zaman cəmdə olur. Yəni bu belə də sayda əzbər olması qaydalardan yəni biridir. Bir sıra ilə bir çoxdan sonra gələn sözlər həmişə cəmdə olur. Deməli belə biri 2-dir. Biri də 6-dır. İndi digərinə baxaq. Bir də ki, təkrar olan sözlərimiz var. Təkrar olan sifətlərdən sonra gələn sözlər hər zaman cəmdə olur. Burada götürəcəyik 3-ü. Xeyildən sonra gələndəki isimlər deyirik ki, təkdə olmalıdır. Cavabımız olacaq 2, 3, 6, E variantı. Qeyri-müəyyən təsirli halda olan isim hansı cümlədədir? Fikri hələ də dostunun yanındaydı. Baxın, deyirəm, onun fikri hələ də dostunun yanındaydı. Əgər sözdən əvvələ biz yəli hallı hər hansı bir söz artıra biliriksə, deməli, buradakı nədir? İ mənsubiyyətdir. Və yaxud da ki, digər bir üsulumuz nə idi? Öz əvəzliyi, öz fikri hələ də dostun yanındaydı. Deməli, bu halda biz deyirik ki, daxayan bildəki əmni də deyə bilərik ki, İ burada mənsubiyyət şəkilçisidir. Bilirik ki, el gücü sel gücüdür. Bu el gücüdəki də Ü, ikinci Üdə, bu ikisi də. Elin gücü, selin gücü. Yəni, buradakı özündən əvvəlki yəli hallı sözlə əlaqəyə girib, nə olacaq? Buradakı Ülər də olacaq mənsubiyyət hərfləri. Yəni, təsiri hal şəkilçisi yoxdur. Sinif rəhbəri də burada idi. Yenə buradakı da sinif rəhbəri, sinifin rəhbəri. İkinci nöqtənin söz birləşməsidir. Digər, yəni birinci tərəfində olacaq burada qeyri-müəyyən yəli hal. Yəni bu İ olacaq mənsubiyyət yenə. C-də deyil. Dağın yamacından laləni yığırdılar. Hə, baxın burada dağın yamacından laləni yığırdılar deyə bilirik, düzdür? Və bizdən də qeyri-müəyyən soruşur. Yəni qeyri-müəyyən nədir? Təsirli halda biz onun sualına cavab verir. Yəni biz onu təsirli halda düşünə bilirik, amma şəkilçini düşünə bilirik. Amma belə deyək də şəkilçi sözün üzərində olmur. Gizli şəkildə olur. Və qeyri-müəyyən təsirli halda olan sözlərdə biz feildən öncə belə deyək də tapırıq. Hər zaman məsələn feil burada da olsun, təsriflənməyən feil olsun və yaxud da təsriflənən feil olsun, fərqi yoxdur. Yəni biz qeyri-müəyyən təsirli halda olan sözləri feillərdən öncə, yəni o hissədə tapacağıq. Burada da D variantıdır. Uşaqlar çəməkdə oynamaq istəyirlər, yəni burada da hansısa bir təsirli halda olan bir söz yoxdur. İndi 3-də baxaq. Alı kişi ilxısını hər səhər dəniz sahilinə aparardı cümləsində toplu isim haqqında verilmiş səhv fikri müəyyəndir. Burada toplu isimimiz nədir? Bax, ilxı sözüdür. Quruluş da sadədir, bəli. Hal şəkilçisi qəbul edib, bəli. Bax, bu ikinci I nədir? Hal şəkilçisi, düzdür. Tərkibli mənsubiyyət şəkilçisi də vardır, bəli. İlxısı, bu mənsubiyyətimiz var. Cəmdədir, hə, bax burada. Tərkibində 2 qrammatik şəkilçisi var, bəli. Biri mənsubiyyətdir, birinci gəlib, ikinci də gəlib hal. 2 dənə qrammatik şəkilçisi var. İndi D variantı. Baxın, deyirik ki, toplu isimlər cəmli anlayışı bildirir özündə. Amma cəmdədir deyirsə, deməli sözdə larilər şəkilçisi var. Çünki biz deyirdik, belə deyildi, ismin cəmliyi. Cəm nə zaman olar? Özünün xüsusi qrammatik göstəricisi var, larilər şəkilçisi. Əgər larilər yoxdursa, biz bunu yəni cəmdədir deyə bilmərik. Toplu isimdir, bəli, cəmli anlayışı bildirir, bəli. Amma cəmdədir deyə bilmərik. Ona görə D variantıdır. Hansı cümlədə çoxaltım dərəcəsində olan sifət işlənmişdir? Film olduqca maraqlı idi. Hə, burada sifət hansıdır? Maraqlı sifəti. Yox, özündən əvvəldə nə gəlib? Ədat gəlib. Bəli, biz də deyirik ki, çoxaltım dərəcəsində yəni işlənə bilir. Bizdə də çox vaxt gətirib nə zaman çaşdırırlar? Gətirirlər burada xəbər belə deyək də funksiyasında işlədirlər. Xəbər yerində gətirib qoyurlar sifəti. Tapmaq çətin olur. Biraz çətinlik çəkir uşaqlar. Elə burada A variantıdır. Məsələn, digərlərinə baxaq. Yaxşı görünürdü. Məsələn, çox qaçırdı ki, hə, lap yaxşı. Burada var lap ədatı, yaxşını. Amma bəs biz baxmırıq, yaxşı burada nədir? Hərəkəti izah edir. Burada zərfdir, yəni sifət deyil. Biz sifətdə tapacağıq onu. Sən çox tez gəlmisən. Yenə tez nədir burada? Zərfdir, götürməyəcəyik. Tünd çayı çox xoşladılar. Hə, çox xoşladılar. Yəni burada da yoxdur hər hansı bir dərəcə xüsusiyyəti. Dadlı xörəklər gələnləri məmnun etdi. Burada da hansısa bir çoxum dərəcəsi yoxdur.
5-də cədvələ əsasən doğru fikirləri müəyyən edin. Xeyli adamlar ifadəsində qüsur yoxdur. Dedik ki, xeylidən sonra, bax yuxarıda dedik biz. Dedik ki, təkdə olur, düzdür? Bax burada. Dedik təkdə olur. İndi deyir, xeyli adamlar qüsur yoxdur. Qüsur var, axı bu fikir yanlışdır. Burada yazıb doğru. Doğru nədir? Bax, doğrulara plus qoyaq, yanlışlara minus qoyaq. Bax, doğru, 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 burada minus. İndi bizdən də doğru fikirləri deyirsə, əgər burada minusdursa, burada da belə deyək də, üstə gəldirsə, deməli bu yanlışdır. Artıq sən biri çıxacaqsan variantlardan. Biriləri çıx. Yəni belə deyək də, hər iki tərəfi soldakılar şərtlərlə sağdakı elə bil bizim verilən şərtlərimiz üstün belə deyək də bir-birindən uyğunlaşmalıdır. O dünən tələsi evə gəldi cümləsinə vergül işarəsinin qoyulmaması, bax deyir, qoyulmaması qaydalara uyğundur. Niyə qoyulmaması qaydalara uyğun olsun ki? Ondan sonra o burada şəxs əvəzli idi və özündən sonra zərf gəlib, vergül qoyulacaq. Yəni qaydalara uyğun deyil. Bu fikir yanlışdır və qabağında da yanlış yazılıb. Gördünüz? Hə, deməli düzdür də. 2-ni götürəcəksən. Hə, artıq 2-ni götürürsən. Onsuz da variantın çıxacaq. Belə bir iki variant çıxsan. Hə, gəlirik indi. Hansılara qaldı? Aynen C qaldı. Xalqın azadlıq mübarizəsi ifadəsində birinci isim cəmlənə bilər. Bəli, xalq sözüdür ki, cəmlənə bilər. Əhali ilə cəmaət idi, cəmlənə bilmirdi. Bu doğru fikirdir və doğru yazı qabağına. 3-ü götürürsən. Sən neçə məqalə oxuyurdun cümləsində bir əvəzlik var. Bax, sən bir dənə şəxs əvəzliyimizdir. Neçə sual əvəzliyimiz. 2 dənə əvəzliyimiz var. Burada yazıb bir əvəzlik. Deməli bu yanlış fikirdir. Qabağına doğru yazılıb. 4-ü götürməyəcəksən. Bax bu getdi. A da getdi aradan. Qaldı C variantı. İndi baxaq. Evi təmizləməyi unutmuşdu cümləsində. Mənsubiyyət şəkilçisi yoxdur. Bax, evi təmizləməyi unutmuşdu. Bəli, düz fikirdir də. Mənsubiyyət şəkilçisi yoxdur. Əgər mənsubiyyət olsaydı, özündən əvvəl biz ya öz əvəzliyini artıra bilərdik, ya da ki, hansısa bir yəlik hallı bir söz artıra bilərdik. Onun evi təmizləməyi unutmuşdu deyə bilərik? Yox, onun artıra bilmirəm məsələn bunu əvvəlini. Burada deyirəm ki, bu təsirli haldır. Yəni, mənsubiyyət deyil buradakı. Evi onun təmizləməyi unutmuşdu. Evi öz təmizləməyi deyə bilirik? Xeyr, deyə bilmirik. Yəni bu hər iki halda bu iki i, evdəki i də, təmizləməkdəki i də, yəni mənsubiyyət şəkilçisidir. Tapşırığı çətin idi cümləsinin təsiri hal şəkilçisi yoxdur. Baxın, onun tapşırığı çətin idi. Bax, burada onu artıra bilirəmsə, bu tapşırıqdakı I nə olacaq? Mənsubiyyət olacaq. Deməli, təsiri halında şəkilçisi yoxdur. Bəli, düzgün fikirdir, amma burada yanlış yazıb. Ona görə altında götürmürsünüz. Sonra, hansı cümlədə sifət isimləşib? Yaxşılıq hər kəsi sevindirir. Yaxşılığın burada özü elə isimdir. Hansısa bir sifət yoxdur burada ümumiyyətlə. İsti axırıncı il bizi əldən aldı. Bizi əldən saldı. Bizi əldən salan nədir? İsti. Nə? Baxın, isti. Cümlədən ayrıca götürüb təhlil edirəm. İsti. Necə? Deyirəm, isti hava. Necə hava? İsti sözü ayrıqda sifətdir. Amma cümlədə nə sual cavab verir? Əgər sifət ismin sualına cavab verirsə cümlədə, deyirik ki, bu sifət isimləşib. Amma morfoloji cəhətdən bəli, yenə sifət götürəcəyik biz bunu. Burada elə baxın, B variantıdır. Yaman günün ömrü az olar. Bax, necə günün? Burada yəni isimləşmə yoxdur. Oxuyanlar bizi həmişə sevindirirlər. Burada oxuyanlar feili sifətdir. Burada da sifət yoxdur. Bura mənim üçün yaxşıdır. Burada yaxşı götürməyəcəyik. Çünki dır, yəni xəbəri şəkilçisinin qəbul etməsi, yəni sifətin isimləşməsi kimi götürülmür. Həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul etmiş sayılar hansı cümlələrdədir? Baxaq. Bizə deyir, həm halı olsun, həm də mənsubiyyət olsun. Mərtəbənin üçüncüsündə artıq yorulduğunu bildirdi. Baxın, 3-cü sıra saydı. Mənsubiyyətimiz sü, bir də də hal. Də varım halımız. Deməli, biri götürdük. Mən indiyə qədər sualların 5-də 2-sini. Bax, 5-də 2 kəsir saydı. Si, mənsubiyyət, bir dənə də nədir burada? İ halımız var. Deməli, həm hal, həm də mənsubiyyət var. 2-ni də götürdük. 6-cısı tapılanda artıq gec idi. Baxın, 6-cı sıra saydı. Mənsubiyyətimiz var bir dənə. Hal hanı? Hal yoxdur. Ona görə 3-ü çıxdıq. Sən neçəncisini axtarırdın? Burada ümumiyyətlə say yox. Neçəncisini çox vaxt götürürlər bunu. Burada sual əvəzliydi neçənci. Ona görə yəni say heç yoxdur burada. Götürürük. Mən uşaqların 5-ini həyətdə gördüm. Baxın, burada 5 müəyyən miqdar saydı. Gəlib
ikinci i'miz mənsubiyyət, sonraki i'də olacaq artıq hal, təsirli hal. Deməli, hər ikisi var. Götürəcəyik 1, 2, 5. Oldu C variantı. 8-ci suala baxırıq. Hansı cümlələrdə sözlə yazılmış say rəqəmlə yazılsa, tərkibindəki şəkilçilərdən biri yazılmayacaq? Hə. Deyir, iki şəkilçi olsun. Biri yazılsın, biri yazılmasın. Bu da hansı halda baş verir? Sözdəki belə deyək də, say. Həm hal, həm mənsubiyyət qəbul edəndə, birinci mənsubiyyəti biz yazılışda yazmırıq, amma halı yazırıq. İndi deyir, Əli olimpiyadada yenə də birinci oldu. Birinci oldu. Burada birinci oldu. Hansısa bir, yəni yazılışdan söhbət gedə bilməz. Birinci olmaq elə burada feil kimi götürülür. Sonra biz ayın 6-sına qədər evə qayıtmalıyıq. Ayın 6-sına. Hə, bax burada 6-sına. 6, bax fikir verin, mənsubiyyət var, hal var. İndi mənsubiyyəti yazmayacağıq, halı yazacağıq. Deməli götürsəm bir ikini. Gələn turistlərin sayı 60'ı keçmişdi. 60, bax halı var. Sayacaqsan 60. Elə bir dənə şəkilçisi var, birində yazacaqsan sən. Ona görə 3'ü götürmüsən. Bizə deyir, biri yazılsın, biri yazılmasın. Şagirdlərin 3'ündə fikir verin, 3'ü mənsubiyyət var, hal var. Mənsubiyyəti yazmırsan, halı yazırsan. 4'ü də götürürük. Deməli variantımız 2, 4'dür. 5'i də baxaq. 8-cilər bu yarışın qalibi oldular. Burada elə bir dənə cəmdir. Bu da ki, yəni belə deyək də, leksik şəkilçidir. İnci. Sadəcə olaraq C formasında belə yazıla bilər. 8-ci. Bu formada yazıla bilər. Yəni bu da eyni şəkilçi. Sadəcə olaraq belə deyək də, ixtisar olunmuş şəkildə yazılır. Yəni o da şəkilçisinin birini yazırıq, birini yazmırıq. Tələbini yəni bizdə ödəmir. Bizə deyir ki, biri yazılsın, biri yazılmasın. 2 ilə 4 sonra. Tünd qara hərflərlə verilmiş sözlər əsasında uyğunluğu müəyyəndir. Burada bu variantlarla gedək. Sonra uyğunlaşdıraq. Vətən eşqi onun ürəyindədir. Baxın, vətənin eşqi. Bu yiyəlik haldadır, qeyri-müəyyən yiyəlik hal. 2 yazdım. Uşaq həyətdən oyuncaq tapdı. Oyuncağı tapdı. B-ni yazıram təsirli halda. Dedik, axı düşünə biliriksə əgər təsirli halda, qeyri-müəyyən təsirli halda. Sonra, bura Qarabağ torpağıdır. Qarabağın torpağıdır. Yiyəlik haldadır. C-ni də yazıram bura. Dünyada ən böyük göl Xəzər dənizi. Bu da yiyəlik haldadır. D-ni də yazıram bura. Baykal gölü, Xəzər dənizi. Biz bunlara belə deyək də birinci tərəfin şəkilçisi bərk olub bilməyən ikinci ötəyin söz birləşmələri deyirdik. Fikrin mənə aydın oldu. Baxın, sənin fikrin deyirəm əvvəldə. Sənin deyə bilirəmsə, buradakı in nədir artıq? Mənsubiyyətdir, yəni yiyəlik hal deyil. Hansısa bir hal şəkilçisi yoxdursa da, nə qalır? Adlı hal gedir. Y variantı. 1Y, 2A, C, D. Baxaq. Burada torpağı sözünü soruşur bizdən. Torpağını soruşur. Qarabağ elbini soruşur. Torpağdakı bu I, Qarabağın torpağı. Bu yiyəlikdir haxa. Buradakı I oldu mənsubiyyət. Ona görə, yəni bu da olacaq adlı halda. Bu C gedir, buradan gedir, bura adlı hala. Demək 1E, C, C-Y, 2AD, 3B. Bu da Y variantı. Sonra, qeyri-müəyyən miqdar sayının işləndiyi cümləni müəyyən edin. Qeyri-müəyyən miqdar sayı deyir. 8-cilər zəngi həvəslə gözləyirdilər. Burada hansısa bir qeyri-müəyyən miqdar sayı yoxdur. Burada sıra sayıdır. Birisi bu suala cavab verməlidir. Biri burada qeyri-müəyyən əvəzlidir. Yəni say deyil. Dayananların çoxu bax budur. Çox burada qeyri-müəyyən miqdar sayıdır. 40 gün müəyyən miqdar sayıdır. Bu gün xeyirlə açdın, xeyirlə burada zərfdir. Bu, belə deyək də, qapalı sualların izahı idi, qrammatika suallarının izahı idi. İndi isə mətn sualının izahını yəni çəkib paylaşacağım.